Oxford mənə görə nə qədər Oxford qəbul sualları paylaşıram gün bir. Bu sualın həllini əslində birinci paylaşdım. Sonra gördüm bir səhvlik var. Gözəl bir dostum var, o dedi mənə bunu. Ki ora kvadratın mərkəzi deyil, orada diqqətsizlik eləmisən. Və bunu deyən tip tələbəsi idi. Yəni riyaziyyatçı olaraq tip tələbəsindən səhvimi öyrəndim. Amma olan şeydir, yəni insanlar səhv eləyə bilir. Burada biliklə bağlı heç bir şey yox idi. Sadəcə diqqətsizlik eləmişdim. Deyir, square has center 3-4 nöqtəsində and one corner at 1-5 nöqtəsində another corner hardadır deyir. Kvadratın deyir mərkəzi 3-4 nöqtəsindədir. Təpə nöqtələrindən biri 1-5 nöqtəsindədir. Digər təpə nöqtəsini tapın deyir. Əvvəlcə deyim ki, kvadratın mərkəzi deyəndə haranı nəzərdə tutur? Təbii ki, diaqonalların kəsişmə nöqtəsini nəzərdə tutur. Başqa bir yer kvadrat üçün mərkəz ola bilərmi? Yox. Kvadratın diaqonalları onun simmetri yoxlarıdır. Simmetri yoxlarının kəsişmə nöqtəsi də onun mərkəzi olacaq təbii olaraq. Bu nöqtə onun mərkəzi olur. Tamam, bunu keçək. Başlayaq sualı işləməyə. 1-5 bu nöqtədir, 3-4 bu nöqtədir. Mən buradan bir düz xətt çəksəm, bu düz xətt nə olar? Təpə nöqtəsindən diaqonalların kəsişmə nöqtəsinə qədər bir düz xətt çəkirəmsə, bu diaqonalın yarısına bərabərdir. Diaqonal biz təxminən, məsələn, buralarda bir yerdə olsa digər təpə nöqtəsi, diaqonalı bura kimi uzatsaq, bura həmin diaqonalın orta nöqtəsi olur. Ora həmin diaqonalın orta nöqtəsi olduğuna görə biz buradakı təpə nöqtəsini tapa bilirik. Buradakı təpə nöqtəsini necə tapırıq? Parçanın orta xətt üstünə əsasən tapırıq. Onu istifadə eləsək burada, bu nöqtə 3-4 nöqtəsindədir. Deməli, 3 bərabərdir, orta nöqtə bərabərdir. Koordinatların cəmi bölünsün 2. Bura x1 nöqtəsi y1 nöqtəsindədir desək, x1 bölünsün 2. Buradan tənliyi həll elədikdə x1 biz tapırıq 1. Səhvlik oldu, çünki mən y-in qiymətini x-in yerinə yazdım. X-imizin qiyməti burada 1-dir. 1-dir. 1, x1'i buradan tapıram 5. Gətirirəm sonra bunu y üçün eləyirəm. Y 4'dür, 4 bərabərdir. Bunun y-i 5 nöqtəsindədir. 5 üstə gəl y1 bölünsün 2. Buradan y1'i tapıram 3. Deməli bu nöqtə 3, 5 nöqtəsindədir. Təxminən bura olsun 5 nöqtəsi, bura olar 4. 3'ü də bayaq burada qeyd eləmişik. Bura kimi. Çox pis oldu. Çox yüksəkdə oldu, amma oradan keçirə bilməyəcəyik. Nəysə, bir təhər keçirərik. Şəkil çəkməkdə biraz problemlər yaşayırıq bu sualda. Bunu silsək. Diaqonal keçirsək. Deyək ki, 3-4 nöqtəsi buradır deyək göz yarı. İndi biz bu kvadratı göz yarı tamamlamalıyıq ki, onu işləyək. Məsələn, təxminən belə tamamlayaq kvadratı. Tez bir şəkildə tamamladıqdan sonra nə edirik? Mən bilmirəm, əslində bunu məntiqlə anlamaq olur, amma tam olaraq isbatlı bir həll versəm ən yaxşı yol bunu gördüm. Bunları çəkirəm buradan, bu düz xəttin üzərində. Buralar 90 dərəcədir təbii ki. Biraz incəldəcəm bunu, çünki biraz... Aha. Mən indi bura 90 dərəcədir, çünki kvadratın bucağıdır. Bura mən indi alfa desəm, bura beta olacaq. Bura 90 dərəcədirsə, bu açıq bucağın üzərində 90 var, alfa var, beta var. Alfa plus beta bizə verir 90 dərəcə. Onda bu üçbucaqdan mən deyə bilərəm ki, bura alfa bucağıdır. Bura alfadır, burada eyni şəkildə, eyni məntiqlə beta bucağıdır.
Görürəm ki 90 alfabetdə, 90 alfabetdə. Deməli bunlar oxşar üçbucaqlardır. Oxşar üçbucaqlardırsa, mən burada alfanın qarşısındakı tərəfə A desəm, burada alfanın qarşısındakı tərəfə A deməliyəm. Burada bettanın qarşısındakı tərəfə oxşar deyil, bunlar kongruentdir birbaşa. Niyə? Bu 90'ların qarşısında duran tərəflər highlight çox böyükdə qalıb. 90'ların qarşısında duran tərəflər gördüyümüz kimi bir-birinə bərabərdir. Çünki hər ikisi kvadratın tərəfidir. Bura A dedim, bura A dedim, bura B dedim, burada B dedim. İndi biz AB-ni tapacağıq buradan. Necə tapacağıq? Onu da belə. Buradan bir düz xətti uzatsam, bu nöqtənin y nədir? Bu nöqtənin y 2 olduğuna görə, bu nöqtə 5 olduğuna görə, bu məsafə bizdə 5 çıxılsın 2-dən 3-ə bərabər olur. Bu məsafə 3-ə bərabərdir. Qiymətləri yazacaqkən qırmızıya keçim çox qarışıqlıq oldu çünki. Bu nöqtə 3-ə bərabərdir. Bu nöqtə 3-ə bərabərdirsə, bu nöqtəyə baxsaq, bura 1 nöqtəsidir, bura 5 nöqtəsidir. Deməli, bu A plus B məsafəsi ümumi nəyə bərabərdir? 5 çıxılsın 1-dən 4-ə bərabərdir. A plus B-ni mən tapdım 4. Bura indi düzbucaqlı, üçbucaq oldu. Düzbucaqlı oldu birbaşa burada. Bura B-dir. Bu 3 məsafəsi, bura ümumi A olduğuna görə 3 məsafəsi A çıxılsın B-yə bərabərdir. B bərabərdir 3-ə. Buradan sistem tənlik var. Sistem tənlikdən mən tapıram ki, A bərabərdir 3-ə. Heç ehtiyac yox. B bərabərdir 1-ə. A və B-ni tapdım buradan. Buradakı hər şey pozaq buradan, təmizlənsin bura. A və B-ni tapdım. Hətta bunu da silək. Bu 3-ə bərabərdir, burada 3-ə bərabərdir, bura 1-ə bərabərdir, burada 1-ə bərabərdir. Əla. İndi bu nöqtənin x-y-ni tapmış olduq. Çünki bura 5 nöqtəsidir. Buranın x-i 5-dir. Ümumi məsafə 3-dürsə, 5-dən 3-ü çıxanda gəlib bu nöqtə düşür 2 nöqtəsinə. 2-ni silək buradan ataq biraz bu tərəfə. Bura 2 nöqtəsinə düşdü. Eyni şəkildə bura 5-dir. 5-dən eyni şəkildə bu 3 məsafəsini çıxdığımız zaman bu məsafə gəlir düşür 5-dən 3-ü çıxanda 2 nöqtəsinə. Burada 1 olacaq. 2, 2. Cavabımız oldu 2, 2 nöqtəsində bu təpə nöqtənin koordinatları. Belə, biraz uzun oldu video, amma sual da maraqlı sual idi açığı.